Salam hörmətli izləyicilər. Bildiyiniz kimi artıq çəki son illərin ən böyük sağlamlıq probleminə çevrilmişdir. Bilirsiniz, beliniz nə qədər ince olsa, ömrünüz o qədər uzun olar. Arıqlıq həm gözəldir, həm də sağlamlıqdır. Amma acı həqiqət budur ki, insanların çox arıqlamır. Sadəcə özünə cəza verərək ac qalır. Və bu da bir neçə kilo çəki verəndən sonra əvəzinə 2 qat çəkini geri alır. Problem yeməkdə deyil, vərdişlərdədir. Gec yeməyi tərk etmək, stres yeməyini tərk etmək, hərəkətsizliyi aradan qaldırmaq, bundan əlavə şəkər asıllığına diqqət eləmək, insulin dirənci var, yoxdur, qalxan barı vəzdə funksiya pozğunluğu, hipotireoz var, yoxdur, bunlara nəzarət etmək lazımdır. Sürətli pəhriz eləmək əvəzinə gündəlik yeməyi həyata keçirmək kiçik dozalarla, kiçik porsiyalarla bu bizi xilas edir. Deməli, porsiyanı azaltmaq, şəkərli içkilərin miqdarını azaltmaq, şəkərin qəbulunu kifayət qədər azaltmaq və 30 dəqiqə hər gün hərəkət eləmək. Ən vacibi arıqlamaq cəza deyil, arıqlamaq özünə qayğı deyil. Bunu nəzərə almaq lazımdır.